Sağ ol ki Kəmalə. Heç kimin sözünə qulaq asmadın, mənim məsləhətimə qulaq assın. Allah səni xoşbəxt eləsin. Çox gözəl bir qismətdir. Çok sağ olun. Sağ əlim subay qızların başına. Çok sağ olun. Teşekkür ederim. Xoşbəxt olasın. Çok sağ olun. Müğənni Kəmalə Qaramollayevanın növbəti dəfə ailə həyatı qurması ilə bağlı iddialar yayılıb. Bu barədə əməkdar artist Mətanət İskəndərli sosial şəbəkə hesabında paylaşım edib. Əməkdar artist həmkarına xeyir-dua verdiyi kadrları izləyiciləri ilə bölüşüb. Söz gedən videonu təqdim edirik.